Dairəvi hərəkət təşkil edilmiş yol ayrıcının keçilməsi. Göy rəngli avtomobil yüksək sürətlə dairəvi hərəkət təşkil edilmiş yol ayrıcına yaxınlaşır. Qırmızı rəngli avtomobil isə bir qədər əvvəl bu yol ayrıcına daxil olmuş və artıq dairə ilə hərəkət edir. Göy rəngli avtomobilin sürücüsü mövcud şəraiti düzgün qiymətləndirmədiyindən, yəni yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməyən dairəvi hərəkət təşkil olunmuş yol ayrıcında qaydaların tələbinə əməl etmədiyindən, elə gəldiyi sürətlə də yol ayrıcına daxil olduğu üçün qəza baş verir. Sürücülər mürəkkəb konfiqurasiyalı yol ayrıcına yaxınlaşarkən mövcud şəraiti qiymətləndirə bilmək və sürücülərdən ilk növbədə kimin bu yol ayrıcını keçmək hüququ olduğunu müəyyən etmək üçün hərəkət sürətini xeyli, bəzi hallarda tam dayanana qədər aşağı salmalıdırlar. Yol hərəkəti haqqında qanunun tələbinə görə yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi